Herkese salam dostlar. İndi biz bu gün Traffic Rider oyununu oynayacağıq. Bu ikinci bölümüdür oyunumuzun. Görək bu gün nə edə biləcəyik, nələrlə yadda qalacaq oyunumuz. Bilirəm, biraz çətin bir oyundur. Çətin oyundur. Yalnız biz burada mən istəyirəm ki, əvvəlcə motosikleti, yəni motosiklet almaq yerinəsə bu 10 minlikdən. Gəlin bu motosikletimizi daha da gücləndirək. Çünki bunun özəlliklərinə baxıram. Hamısı tam da güclü deyil. Ona görə gəlin elə oynayaq ki, biz bunu gücləndirək. Başlayaq oyunlara. Videolarıma baxıram, görürəm ki, səsim çox gəlmir dostlar. Ona görə də çalışacağam ki, biraz daha da bərkdən danışım və siz də mənim səsimi eşidə biləsiniz. İndi oyunumuza başlamışıq dostlar. Mən sizdən yenə də gözləyirəm. İstədiyiniz vaxt şərhlər bölməsindən hansı oyunu istəyirsinizsə onu yaza bilərsiniz. İndi davam edirik biz. Bu oyun daha çox məncə rekord qıraq ki, daha da çox pul qazanaq. Bu arada üzrlü sayın, əlim dəydi elədi. Təzdən yenidən yasa bastım ki, təzdən başlayaq. Çalışacağım rekord qırım bu gün. Daha da maraqlı olsun, daha da çox pul qazanaq və motosikletimizi gücləndirək. İndi belə qıraqlarla gedirik. Burada dönək. Əslində çalışacağım belə bir yollarda çox maşın olmayanda torumuza basmayım. Biz qəşəng də sürətlə gedirik dostlar. 3000-də tez bastıq elə bil. Tam elədik. Yəni gördüyünüz kimi yaxşı dayanmır torumuzu. 715 dənə pul qazandıq, amma torumuzu həddindən heç də yaxşı dayanmır dostlar. Ona görə istəyirəm ki, bunun biz qəşəng bir 10.000 ən azı 15.000 edək ki dostlar, bu motosikleti həqiqi gücləndirək. Çünki torumuzu falan çox zəifdir və yaxud sürəti də. Dostlar, ürəyiniz hansı oyunlar istəyir onda yazın. Bu arada Soccer Tycoon oyununu sildim dostlar. Elə bir sizinki səhəmsinizə siz də yorumlarda istəmədiniz oyunu. Ona görə mən bu oyunu sildim. Məsələn, bu Traffic Rider oyunu. Bir dənə oyun var dostlar, Traffic Rider oyunu. Baxın, biz o oyunları da oynaya bilərik aslında. Mən bu YouTube səhifəmdə yerləşdirmişəm Traffic Rider bölümünü. İndi həmin oyunları bir şey silmişəm dostlar. Amma baxış sayısı, like'lar falan da gəlirdi həmin bölümlər. Ona görə də istəsəniz əgər, amma istəsəniz o bölümdən çəkərəm. Videoma yerləşdirərəm. Yəni, amma istəyirsinizsə bir zəhmət olmasa şərhlər bölməsində yazarsınız. Çünki bunu bilməliyəm əgər istəyirsinizsə. Və yaxud tək Traffic Rider oyunu deyil dostlar. Başqa bir oyunlar da yaza bilərsiniz. Yəni, yenidən başlayın. Üzrü sayın dostlar. Bu oyunlarda reklamlar çox gəlir. O reklamatda da gəlin yenidən oynayacağım. 2200 dənə pul qazandım. Təxminə qədər yazmışdır. Dostlar, bir də ki biz burada sürətini görmürük. Belə, baxın, burada yazır sürəti neçə ilə gedir. Görək neçə ilə gedir. Baxın, bu heç olmasa birinci motosikletimizə görə yaxşı gedir dostlar. 130 var gedir. Ay, üzülsəm. Burada maşından çəkin gətirdi. Çox belə adamı küçüyünə yayındırır, dönür, edir, adam fikir qarışır. Buna görə mən də şimdi tam oyuna verim. Oynayaq görək nə edə biləcəyik. Necə oldu bu? İndi efekt basıb görək nə qədər pul qazanmışıq. Baxaq pulumuza dostlar. 5252 dənə puldur. Gedək gəlin baxaq. Break. Bu arada biz torumuzu tam eləmişik dostlar. Baxın. Bunun hamısını xərclədik. Tam hazırda elə bir maşında olanlar. İndi bunlar nədir? Bunlar tam da önəmli bir şey deyil də, yəni dostlar.
Əsas bizə budur. Bunların hamısını da kullanmışıq. Belə şəkildə də yoxdur. İndi ona görə bir məqsədimiz gəlmir. Gedək bu səfər bu motosiklet Allah istəyirsə. Belə güclü motosikletlər var buralarda. Bir tarafı bu motosikletlər, bir də belə bir motosikletimiz var. Motosiklet kesinlikle gücləndirməmişəm, istəmirəm. Əlavə pulumuzu verməyək bunlara. Gəlin biz bunlardan oynayaq. Bu hələ bunları da atmağa çalışaq time trialdan. Bunları oynaya bilmirik. Oynayamayız hələ. Tam da güclü səviyyəyə qədər çəkməmişik. Onu görə tam da oynaya bilmirik. Gəlin indi yenidən mən film oyna verim dostlar. Həm də çox bir pul qazanar. Təzə motosiklet aha, indi sıra boşdur. Burada tam sıra gedə bilər. Belə gedirik hələ ki. Oyun çox maraqlı oyundu belə. Şimdi yalnızca qatarda oyundu. Yolun kenarında çəkdik qatarı. Ben yapıyorum bakın. Tormuzu hepsinden açacağız. Ama tormuzunu da kullanmışım dostlar. Ama yine de tormuzun güzelsi. Bir de dostlar böyle bir kubok yürüyoruz. Daha da çok kubok. Dünya yapabiliriz. Öyle değil bu yol indi düz yoldu. İstediğimiz kimi gedirik de. Ama bir yol açabiliriz. Öyle bir şey de. Bir tarafta elə bil ki bu arada oldu. Bir tarafta özür dilərim dostlar. Baxın bir tarafta düzcə də, bir tarafta da əks maşınlar gələn yol. İstəyirəm əvvəlcə onu açım. Çünki o da maraqlıdır. Əslində oradan kubok almaq çətindir. Ona görə də oradan kubok alsaq mənim fikrimcə daha da çox pul qazanarıq. Ona görə də indidən hələ bunu eləməyə başlayırıq dostlar. Dostlar, təkcə bu oyunu deyil, həm siz istədiyiniz bir oyunu yazabilirsiniz. Həm də ki, mən özüm də yükləyib videomu atacağım. Dostlar, mənim FC Mobile oyunundaydı. Ancaq oyunun elə bir hesabında yer qalmadığı üçün silmə zorunluluğu məcburiyyətində qalmışdım. Ona görə də sildim həmin oyunu. Əvvəlcə yazılı bir proqramı sildim, oynadım. O da ki, 99 game falan idimdə. Sonradan yenə də yeri doldu, ona görə sildim dostlar. Yoxsa belə atasıydım FC Mobile oyunları sizə. Ancaq FC Mobile'da sildim bir şey də yaxşı oldu ki, belə oyunlar çəkib ata bilirəm də sizə. Donmur, eləmir, rahat ata bilirəm. Amma çalışacağım, siz bəziləriniz futbol oynuyorsunuz, bəlkə də bizlər futbol oynuyorsunuz. Mən çalışacağım futbol oyunlarda üçün. Əslində Soccer Tycoon işləmək olar dostlar. Mən Soccer Tycoon da işləyəcəm. Yenidən işləyəcəm. Bir kluba seçəcəm. Oradan başlayacağım sizə dostlar videonu atmağa. Amma istəyirsinizsə mən bu istəsəm yükləyim və yaxud video atacağım. Soccer Tycoon'dan istəyirsinizsə video atacağım. Həddindən oynamayanlar da bilsin ki, həddindən artıq çox maraqlı bir oyundur. Öldük. Çok maraqlı bir oyundu dostlar. Orada klublar var ama pulumuz çatan qədər. Çalışaq ən az liqadan götürürük çünki pulumuz ora qədər çatır. Bir üst liqa qaldıraq, oralarda qalmağa çalışaq, sonradan yenidən başlayaq. Mən dostlar Türkiyənin ən az liqasında bir klub var, Tekirdağspor. Mən onda silmək istəyirəm. Çünki həmin klublar oynamış. Oyunda orada bize 20 milyon sayılırdı. Tüm antrenörlerinize tutursan, geçen məşqçiyə alırsan, ona geçen pul verirsən, məşqçiyə alırsan, yaxşı da oyuncular alırsan, həmin komanda hazırdır. Həmin oyuncuların çoxu gol vuracaq. Yəni yaxşı oyuncular alsan, gol vura bilərlər. Yəni burada əlbəttə sözsüz demək olar razılıqla. Çünki mən bu oyunu çox dəfələrlə oynamışam. Yəni bu oyunu bilirəm də, mənim başım çəkir, yəni hələ deyək. Yəni mən bu oyunu bilirəm, ona görə də sizinlə paylaşmam.
Mən bu oyunu həqqə ataram sizə dostlar. Çox maraqlıdır. Oyunun adını yenə deyirəm. Oyunun adı Soccer Tycoon'dur. Bu oyunu yaza bilərsiniz. Elədim necə yazılır? Soccer Tycoon. O oyunu maraqlı oyundur. Çünki oynamışam mən. Yenə də bilsəm göstərim. Çalışacağım oynayanda, əgər bu oyun deyəsən internetsizdirsə, interneti kapatacağım. Onda bir dəfə yoxlayaq görək reklam gəlir yoxsa yox. Bir də dostlar, indi bəzi YouTube'da elə müxtəlif cür kanallar var dostlar. PlayStation'la falan oynayırlar onlar. FC Mobile'da bəli. Məşqçi şey çəkirlər videolarda, futbolçu kariyerlər. Mən də indi məşqçi kariyerində deyən oyun bilirəm. O da Soccer Tycoon'da, yəni oynaya bilirəm oyunu. Ona görə bildiğim futbol kariyeri falan oyunları seviyorum. Sadece Soccer Tycoon futbol oyunu maçı değil. Bir tane de oyun var dostlar, Kick Off, ama çok maraqlı ve oyun değil de dostlar. Bilirəm oynamışam ama o kadar da maraqlı değil. Dostlar bir de bu telefonun testi falan yeri yoktu. Ona göre test falan yüklenirəm. Testi vakti yazırsan hiç açılmır da, yani biraz hava da telefondu. İnşallah elə bir mən də çalışaram. İnşallah yeni bir telefonum olsa bu YouTube'umu oradan görürəm. Lütfen bir dənə. Hesab basanda 20 haqqımız var idi. Hamısı getdi. İndi bir dənə ev düyməsinə basaq. Görək nə etdik. Biz dostlar bəli trafik göstər oynamışıq. Bu trafik rider'da eyni adam yaradı. Ne kadar temizledik. Böyle bir tane stikerle yapıştırmak isteyeceğim. Haradadır o. Harasına ha. Bir böyle. Şimdi o haradadır. Bu tarafa. Bir tane böyle. Bir tane böyle. Dostlar, elədik dostlar. Artıq hazır olsun maşın. Nə qədər pulumuz qalıb? 551. Gəlin 10.000 eləyək. Buna maşın nədir? 15'ə bassam nə istəyirik ki bizdən? Hə, yox, belə şeylər eləməyək. Bir dəqiqə. Bunu gəlin keçək dostlar. Bir dəqiqə. Bir dəqiqə dondu telefon. Açıldı. Bir gəlin belə oynayaq yenidən. Bu da hamısı çelikdir de dostlar. Ona görə gəlin həqiqi bir dəfə 20.000'ə qədər eləyək. Çünki bunu eləməsək onlara tutmaq və bir qazanmaq haqqını çəkmişdir. Belə sağların arasından gedirəm. Görək nə qədər yanır həcəmdir. Baxın bir də dostlar belə bir şey deyirəm. Belə baxaq yol verirlər bizə. Oy, indi bu arada mən öldüm. Size göstermeye görə öldüm da elədir. Göstermek istedim o arabanın üzerinde. Öldü. Bu reklam bozmuş. Açıldı dostlar. Açdıq. Test yol açdıq dostlar. Açar açıldı. Açar gəldi bizə. Aça bildik dostlar. Baxaq hələ bir dəqiqə. Açdıq. Baxın. Haransı açdıq biz bayaq. Açar gəlmişdi. Bir dənə belə bir şey gəlir. Bu puldan. Onu nə yaxşısa qazandı. Onu da heç bilmirəm də. Eləyə bildik. Bu arada gəlin bunun ayarlarında birini keyfiyyətli. Qaraja yox. İləriyə basaq. Kilidi açmamışıq da məsələn. Bunu açmışıq. Zamana karşı, zaman yarışını açmışıq dostlar. Bu maraqlıdır. Bunu bizə antrenmanlarda görməklərdə ona görə başlamışdıq. Birinci bölümdə baxa bilərsiniz. Baxın öyle göstərmişdir. Bu saat 90 saniyə vaxt. Kubokla çarpıdır. Yəni çox sıralı. Çox sıralı gedir. Sürətlə geçsək daha da çox durmuş olardı. Son sürəti 137'dir. Bunun sürəti yaxşıdır. Belə dönlərəm görən necə gedir. Sürəti azalmır.
Misal sənə qəşəng bir rekord qurur. Tam boş fiksi qaldırır. Hava bir dəqiqə vaxtımız var. Şimdi 50 saniye şimdi şey kaldı. Buradan durma. Öyle de çok güzel. Sonradan vuruyor. Gözüküyordu. Bu da bizim üstümüze gelir. Aha yetim bir öyle bir o dostlar. Çok beşen oldu dostlar. Yetim muhteşem de. 30 saniye en azından. 10 milyon yiyeceğim. 10 milyon yiyeceğim. 10 milyon yiyeceğim. Onlar da 10 milyon yiyeceğim. Combo seçtiğimiz combo. Buralarda tekrar. Ben şöyle verdiğim için de istiyorum. Sen bize basmak istemiyorum. Telefonları da çok rahat hissettirir. Biraz da basar onu devam ettirir. Devam ettirir. Olsun verdi dostlar. Olsun verdi. Devam edirəm dostlar. 20 saniyədə əlavə verirlər. Tam dostlar. 15 min həqiqətən də yaxşıdır. Hatta 16 az qalmışdı. Hatta çox az. 1650 mənə gəldi. Aha. Dəqiqə dostlar, bunun zayıfqası az qalır. Qoy işığını verərsə siz də görürsünüz. Yəni siz yenidən biz oynayaq. Bu maraqlıdır, mən də xoşuma gəldi. Hə dostlar, mən yükləyəcəm, həqiqə oyunu yükləyəcəm Soccer Tycoon oyununu və videoya atacağım. Elə bil hər bir bölümdə bir sezon oynayarıq. Hər bölüm bir sezonu promoy oynayarıq da, yəni. Elə bil oyuna görə də oynayarıq istəyirsinizsə. İndi biz kubokumuzu gəlmiş burada oyunda kasaq. Heç nə deyil, dostlar. Ay. Həqiqətən heç nə deyilmədi. Dostlar, bir də üzülü sayın. Elə bil bunun, necə deyim sizə, zayıfqası az olduqda biraz elə bil donmuş kimi olur. Amma indi belə özünə gəldi deyildir. Heç nəyə basmayacağım baxın dostlar. Heç bir düymeye basmayacağım. Belə gedə bilirik çünki heç bir düymeye basmıram. Rahat da gedirik. Bunda indi heç nə var. Ayda 11.000. İşte bu be 11.000. 11.000 elədik. Devama yana basacağım. Aha, nə qədər oldu? 1135 dənə də buradan gəldi. Əslində yaxşı qazandım. Biz kazanmadık dostlar. Bence yaxşı kazandık. Ne kadar pulumuz var. Dostlar 9.000 kazanmak dostlar. Zamanı fazla tez bunu oynamalıyıq. Yani bunu oynamalıyıq dostlar. Həddindən artıq ona 10.000 eləyək. Yeni motosikletimizi açaq dostlar. Həqiqətən də istəyirəm bu motosiklet açmaq. Və bunu arkası ilə gelir. Aha, gedirik. Deyirəm ki, biz 10 milyon yiyəcəyik. Tam az qalır, bu sadəcə 2-ci gəlir. Bəlkə də 700 dənə oradan gəlir. Çox qəşəng döndük. Həddindən artıq məşqəşəng döndürəcək. Yəni bu saat qəzə eləyə bilərdik.
Evet bassam, evet. Da olmadı. 605 dənə, ayda. Bəxtə bax. Deyəsən alınmadı dostlar, yox alınmadı. Yox, 768 dənə alındı. Yeni motosikletimizi ata bilərik yəni. Və 10 ondan sonra bu bölümde dostlar. Bunu almaktansa bakın bu olmuyor. Biraz aldı. Bunu yok ama bunu alabiliriz isterse. Yok canım bunu alabiliriz dostlar. Buna küt falan alamayız da. Anda dostlar, gəlin hələlik bölümü burada yekunlaşdıraq. Gələn bölümlərdə görüşərik dostlar. Gələn bölümlərdə də elə belə eləyəcəm. Bunu gücləndirmək istəyirəm. Gücləndirib oynayarıq dostlar. Sağ olun, salamat qalın. İnşallah gələn bölümlərdə oynayarıq.